Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salli ala Muhammed ve alihi tayyibine tahirin. Əziz qardaşlar, bu Bismillah kəlməsi ki var, Bismillah kəlməsinin rəqəmsal dəyəri 6236-nı göstərir. Amma necə baxsaq, B hərfi, sin hərfi, mim hərfi və ləm və hə hərflərini, bu 5 hərfi yazsaq, B, sin, mim, ləm və həni. Amma əlifi yazmasaq. Nə üçün? Çünki əlif zaten oxunmur, biz də yazmırıq. Bu cür, bu əqidə ilə yanaşsaq 6236 edir. İndi gəlin birinci elə B-dən başlayaq. Bax, B hərfin adını yazdım, sin hərfin adını yazdım. Sonra B-dən, sindən sonra mim hərfin adını yazmaq lazımdır. Sonra ləmi və sonra həni. Bunları hesablayanda cəmi edir 6245. Ondan çıxırıq 9-u, qalır 6236. Yəni 6236 görsənir. Amma nə üçün 9 çıxırıq? Səbəb nədir? Nə üçün buradan 9 çıxılsın? Çünki 9 əliflərdir. 1, 2, 3, 4, 5, 6 və 7, 8, 9. Əlifləri çıxanda bu rəqəmsal dəyər 6236 edir. Bəs əlifi niyə çıxırıq? Səbəb nədir? Deyirik ki, Bismillah kəlməsində zaten əlif çıxılmışdı. Yəni əlif oxunmamışdı. Əslində Bismi Allah olmalı idi. Amma Bismillah oldu. Bu ərəb dili qrammatikasına görədir. Amma biz bunu fəlsəfi baxırıq ki, B, sin, mim, ləm və hə hərfi var, əlif hərfi də var və oxunmalı idi, amma oxunmadı, biz də oxumuruq. Fikir verin, oxunmalı idi, oxumadınız, biz də oxumuruq. Bu cür desəz 6236 rəqəmini görərik. İndi gəlin baxaq B-yə. Əlif 1-dir, sə 500-dür, nun 50-dir, əlif 1-dir, nun 50-dir. Neçə elədi? 602, amma çıx 2 elədik. Niyə əlifləri çıxırıq? Vahid, vav 6-da əlif 1-dir, ha 8-dir, dəl 4-də əbcəddə, əlif hərfinin rəqəmsal dəyəri 1-dir, o da vahiddir, amma 19-dur, 19-dan yenə çıxırıq 1. Bura qoy, çıx 1 yazım ki, sonra çarıxmayasınız. Çıx 1. Sonra sittun, sittun 60 deməkdir, sin hərfinin rəqəmsal dəyəri 60-dır. Tə 2 dəfə gəlib 400 eləyir. Fikir verin, 400 topla 60 topla 50. Neçə elədi? Elədi və topla vav, yəni 6. Cəmi eləyir, deməli 516. 516, amma təşdidin altında bir dənə də 400 var və o da oxunur. Biz də onu hesablayırıq. Təmərbutanı hesablamırıq, çünki hərf deyil. Elə isə əyn 70, şin 300, ra 200, 570 elədi. Sonra xamsun kəlməsində 756 eləyir, xa 600, mim 40, sin 60, bab 6, nun 50. İndi B, sin oxundu, keçdik mim, ləm və hə hərflərinə. Mim hərfi ərbəun olaraq yazılır. Əlif 1, ra 200, B 2, əyn 70, bab 6, nun 50. Elədi 229, amma çıx 1 yazırıq. Sonra əşərə kəlməsində təmərbut oxunmur, çünki hərf deyil. Əyn 70, şin 300, ra 200, elədi 570. Yenə ərbəun, yenə eyni həmən şeydir, 329 çıx 1-dir. Fələfun 1087 idi, amma biz 1 çıxdıq. Vahid, yenə 1 çıxdıq. Ərbəun, yenə 1 çıxdıq. Bu cür baxanda təmərbutanı oxumuruq, onda hərfi xamsə 5 deməkdir, xamsətun və yaxud xamsə. Amma hərfi oxuyanda 700 gəlir, çünki o xa 600, mim 40, sin 60-dır. Bu cür baxanda, oradan da 9 çıxanda fikir verin, 1, 2, 3, 4, 5, 6 və 7, 8, 9. Görürsünüz, 9 çıxdıq. 9 çıxdıq, nə qaldı? 6236 qaldı. Deməli, Bismillah kəlməsində 6236 rəqəmi, bax bu rəqəm görsənir. Amma 9 çıxandır. 9-da niyə çıxdıq?
Çünki əliflər idi, əlif zaten bismillahdə oxunmurdu və biz də bismillahdə oxunmursa, biz də bu sistemdə oxumayaq desək, bu yaranır.